Beşbarmaq dağı Bakı-Dərbənd Kərvan yolun üstündə yerləşir. 1636-cı ildə bu beşbarmağın ətrafına böyük bir heyət gəlir. Heyətin başında Adam Aliyəri dururdu. Bu səyyah Beşbarmaq dağının şəklini çəkmişdi və bu şəkildə dağın ətəyində böyük bir kərvansaray çəkilmişdi. Sonraki illərdə bu kərvansaray dağılmışdı və onun yeri naməlum qalmışdı. 2025-ci ildə Beşbarmaq ətrafında arxeoloq Səfər Aşurovun başçılığı ilə qazıntı işləri aparılmışdı və bu işlər nəticəsində itmiş kərvansarayın qalıqları aşkar olunmuşdu. Hal-hazırda biz Beşbarmaq dağının ətəyində durmuşuq və bu kərvansarayın qalıqları burada görsənir. Kərvansaray əsasən qaya daşından tikilmişdi. Hal-hazırda kərvansarayın ancaq bir hissəsi üzə çıxmışdı. Qazıntılar zamanı buradan çoxlu maddi mədəniyyət nümunələri aşkar olunub. Keramik qabların qalıqları, müştüklər, məhək daşı və başqa əşyalar. Bu məhək daşı ilə qızılın saxta olub-olmaması yoxlanılırdı. Bu kərvansarayda da ticarət aparılırdı və ona görə də pulları yoxlamaq üçün belə məhək daşdan istifadə olunurdu. Bu qazıntılar hələ başa çatmayıb və növbəti illərdə qazıntılar davam edəcək. Qazıntıdan sonra bura qəşəng bir turist məkanı olacaq.